Bismillahirrahmanirrahim. Bugünkü məsələmiz belədir. Ayda 7 dəfədən çox olmayaraq 90 kilometr məsafəyə səfər edirəm. Orucumun hökmü nədir? Cavab belədir. Sizin hökmünüz müsafir hökmüdür və çox səfər edən şəxsin hökmü sizə aid edilmir. Çünki çox səfər edən şəxsin hökmü ayda 10 dəfə səfərə çıxan və bunu bir ildə 6 ay davam etdirəcək olan şəxsə aiddir. Həmin təqdirdə çox səfər edən şəxsin ünvanı ki, bir şəxsə sabit olsa, həmin təqdirdə o şəxsə bütün səfərlərində namazlarını tam qılacaq, oruclarını da tutacaqdır. Yəni, namaz qılacaq, oruç tutacaq, artıq sanki müsafir deyil. Amma əgər səfərlərin sayı ay ərzində 8 və ya 9 olarsa, bu təqdirdə ehtiyat edilməli. Yəni, həm orucu tutmalı, həm də sonradan qəzasını yerinə yetirməlidir. Sizin sualda qeyd etdiyiniz səfərlərin sayı 7 olduğu üçün səfərlərdə orucunuzu açmalı və sonra qəzasını tutmalısınız. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.